Salam əziz izləyicilər. Bugün Adalya Hub verilişində yenidən efirdəyik. Bugünkü qonağımız isə Adalya Beynəlxalq Qadın Platformasının ən fəal üzvlərindən biri, World Karyera və Peşə Mərkəzinin təsisçi direktoru Aygün Məmmədlidir. Xoş gəlmisiniz Aygün xanım. Xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Aygün Məmmədli kimdir? Aygün Məmmədli təhsil sektorunda 13 ildir fəaliyyət göstərən, qadınların inkişafı və maariflənməsi istiqamətində bir çox layihələrin müəllifidir. Nə gözəl. Sizin Adalya Beynəlxalq Qadınlar Platformasına üzv olmağınız da ki, bir təsadüfi deyil o zaman. Siz özünüz də qadınların inkişafı ilə bağlı çox layihələr həyata keçirirsiniz. Yəni yaxınlarda da 2 gün əvvəl də Yeni Sən layihəsini həyata keçirdiniz. Məncə maarifləndirmə işi təhsil sektorunda fəaliyyət göstərən şəxsin işidir. Düzdür, bugün maariflənmə adı altında çox tədbirlər, çox seminarlar keçirilir. Amma maariflənmə işi təhsil sferasında fəaliyyət göstərən şəxslərin işidir və o şəxslər bundan məşğul olmalıdır deyə düşünürəm. Ona görə də təhsil sahəsində fəaliyyət göstərdiyimə görə maarifləndirici tədbirlər keçirtməkdə, yəni bu təsadüfi deyil. Ona görə də məncə bu işlər bizdə alınır. Məncə çox gözəl alınır. Faydalı nəticələr olur. Əsas odur ki, bizim işlərimiz fayda verir xanımlara. Və siz özünüz sahibkar xanım olaraq illərdir artıq fəaliyyət göstərirsiniz. Dediniz ki, 13 ildir təhsil sektorunda fəaliyyət göstərirsiniz. Bu illər ərzində sizə ən çox dəstək olan kim olub? 2013-cü ildən rəsmi olaraq fəaliyyət göstərirəm. Yəni VN-li, ofisli, müqaviləli, rəsmi şəkildə fəaliyyət göstərirəm. Bunu niyə hər dəfə deyirəm? Çünki bugün cəmiyyədə özünü sahibkar kimi göstərən, amma əslində rəsmi şəkildə fəaliyyətini təsdiqləyən sənədi olmayan, ofisi belə olmayan sahibkarlar var. Çox təəssüflənirəm buna. Ona görə də mən məni tanımaq istəyən şəxslərə özümü təqdim edəndə bunları hər dəfə vurğulayıram ki, rəsmi şəkildə 2013-dən fəaliyyət göstərirəm. Və dəstək olan deyəndə mənə kifayət idi ki, heç kim mane olmasın. Əslində dəstəyə hamının ehtiyacı olur. Dəstək olan insanlar əlbəttə ki, olur. Əgər insan öz yolunda addımlayırsa, onun yoluna həmişə onu dəstəkləyən insanlar çıxır. Bu müxtəlif layihələrdə, müxtəlif işlərdə mənimlə eyni düşünən insanlarla rastlaşmağımdan irəli gəlir. Mənimlə eyni düşünən insanlar, mənimlə eyni işi görən insanlar, mənimlə eyni hədəfə köklənən insanlar həmişə məni dəstəkləyib. Nə gözəl. Bəs yaxşı, World Karyera Peşə Mərkəzi haqqında belə qısa və yaxud da ki, geniş necə istəyirsiniz bizə məlumat verəsiniz? Ümumiyyətlə nə işlə məşğuldur bu mərkəzdə? Siz hansı fəaliyyətləri həyata keçirirsiniz? World Karyera Peşə Mərkəzi rəsmi şəkildə 2022-ci ildən bu adda fəaliyyət göstərir. 2013-cü ildən bizim bütün Azərbaycanın bildiyi mükəmməl təhsil mərkəzi var idi. Hətta mənim nömrəmdə hər kəs mükəmməl olaraq qeyd eləmişdi telefonda. Mükəmməl təhsil mərkəzi ilə başlayıb, arada müxtəlif ortaqlarla müxtəlif təhsil brendləri yaratmışam və 2022-ci ildə Nərmin xanımla bərabər World Karyera Peşə Mərkəzinin brend olaraq əsasını qoyduq və çox uğurlu alındı. Covid-dən sonra yaratdığımız ilk şirkət oldu və yeni tendensiyalarla işlədik, biznes klubların üzvü olduq, marketinqə ciddi riayət elədik, sosial şəbəkələrdə görünməyə ciddi riayət elədik. Yəni artıq şirkətimizi, kursumuzu daha əvvəlki kursları idarə etdiyimiz kimi idarə etmədik, günün tələblərinə uyğun olaraq idarə etdik. Müxtəlif sərgilərdə iştirak elədik, seminarlarda iştirak elədik, təlimlərin, forumların, layihələrin tərəfdaşı olduq. Özümüz bir xanım kimi xanım klublarının üzvü olduq, böyük biznes klublarının üzvü olduq. Hər birinə buradan dəstək olanlar kimlərdir? Əslində World Karyera Peşə Mərkəzinin birləşməsinə səbəb olan üzv olduğumuz bütün klublara təşəkkür edirik. Buradan adını çəkmirik. Demək olar ki, podkastı dinləyən hər bir şəxsin tanıdığı bütün klubların çünki üzvü olmuşuq, ya üzvük, ya da üzv olmağı düşünürük. Nə gözəl. Ona görə də həmin klublardakı rəhbərlərə, o klubdakı digər insanlar da dəstək olanlar sırasında. Çünki bir layihə, bir brend ərsəyə gəlirsə, burada əlbəttə ki, bir insan işi deyil. Və əlbəttə ki, bizim indiyənə kimi Azərbaycandan kənarda yaşayan tələbələrimiz belə bizim brendləşməyimizə dəstək olub. Niyə? Bizi başqalarına tövsiyə eləməklə. Bizi bəyənib başqalarına tövsiyə eləməklə. Ona görə də World Karyera Peşə Mərkəzi, biraz ondan danışım.
brendləşmiş xarici dillər tədris edirəm. Burada əsas istiqamət rus, ingilis, alman, Çin və Koreya dilləridir. Çin və Koreya dillərinin gənclərin öyrənməsinə daha çox dəstək oluruq, daha çox onun PR ilə məşğul oluruq. Çünki Çin və Koreya dilini indidən öyrənmək lazımdır ki, gələcəkdə istər iş imkanlarıdır, biznes imkanları geniş olsun. Və eyni zamanda da korporativ dərslərimiz var. Bilirsiniz ki, iş yerlərinə biz müəllim təyin edirik. Yəni banklara, sığorta şirkətlərinə, tikinti şirkətlərinə, restoranlara və yaxud xəstəxanalara və yaxud istənilən ofisə biz müəllimlər təyin edirik. Xarici dilləri müəllimlər orada ya mərkəzin rəhbərinə, ya əməkdaşlara birlikdə öyrədir. Eyni zamanda onlayn olaraq bütün dünyada yaşayan azərbaycanlılara xarici dilləri öyrədirik. Niyə oradakılar, məsələn, Almaniyada yaşayan insan niyə alman dilini orada yox, bizdən öyrənir? Sualına cavabını deyim. Çünki bizdə Azərbaycanda qiymətlər Almaniyadakı qiymətlərə nisbətən 3 qat, 4 qat daha ucuzdur. Və onlara doğma gəlir ki, Azərbaycanlıdan alman dilini öyrənmək. Çünki biz daha cana yaxın isti yanaşırıq, nəinki almanlar. Eyni zamanda Türkiyədə yaşayanlar onlar ingilis dilini, rus dilini öyrənir. Bizim soydaşlar, biz onlara öyrədirik. Türkiyədə qiymətlər yüksəkdir. Eyni zamanda xüsusilə də Kanadaya, Amerikaya təsadüfən işi vizası alınıb köçənlər var qısa müddət ərzində. Yəni ingilisini öyrənib başa çatdırmayanlar var. Onlar orada karyera qurmaq üçün, iş qurmaq üçün ingilisini mükəmməlləşdirməlidirlər. Ona görə də yenə də bizim kursa müraciət edirlər ki, xarici dilləri təkmilləşdirsinlər. Demək olar ki, o zaman sizə onlayn müraciətlər daha çox olur, nəinki offlayn, yoxsa heç bir fərq yoxdur? Belə deyək, 2024-ün ortalarına qədər bizdə onlayn dərslər əlbəttə var idi, 20-30% təşkil edirdi. Amma 2025-in sonlarına yaxınlaşır. Biz fəaliyyətimizi elə qurduq ki, 80% onlayndır, çünki bütün dünyaya fəaliyyət göstərə bilək. Eyni zamanda Bakıdan kənarda rayonlarda yaşayanlara fəaliyyət göstərə bilək. 20% isə korporativ dərslər və evə də biz müəllim təyin edirik də xanımlar üçün, uşaqlar üçün. 20% də korporativ qalır, 80% onlayn qalır. O 80%-in içində belə deyək də hardasa 15-20% hal-hazırda bizim ofisə, yarı ofisə gəlib əyani şəkildə dərs alan, bəzən distant dərs alan, yəni hibrid dərslər adlanır. Bu bilirsiniz də, ayda müəyyən günlər ofisə gəlirlər, ayda müəyyən günlər onlayn keçirlər. Bunlar hibrid dərs adlanır, yəni hibrid dərslərimiz də var. Yəni günün tələblərinə tam uyğun fəaliyyət göstəririk. Məsələn, əgər siz bizim kursa gəlib gedirsə dərsə, ingilis dili üçün, məsəl üçün, ingilisini əlbəttə ki, əla bilirsiniz. Yox, olsun. Çin dili üçün. Çin dili üçün ta ki bizim kursa gəlib gedirsiniz. Günlərin bir günü deyirsiniz ki, bugün mənim dərsim var və yaxud mənim bir həftəlik səfərim var rayonda. Onların ki, dərsləri onlayn qoşulub. Bəli, siz həmin anda dərslərə Zoom platforması üzərindən canlı görüntülü olaraq onlayn qoşula bilərsiniz. Bu hibrid dərslər adlanır. Əslində çox gözəl imkandır, çox gözəl şəraitdir. İndiki Bakının tıxaclarına da nəzərə alsaq, çox əla şərait yaratmısınız. Əlbəttə ki, yəni eyni proqram, eyni müəllim, eyni kitab və üzbəüz dərs olur, canlı dərs olur. Əyani dərsdən heç bir fərqi olmur. Dil öyrənmək istəyənlər biz Aygün xanımın həm öz Instagram səhifəsini, həm şəxsi nömrələrini, ümumiyyətlə World Karyera və Peşə Mərkəzinin Instagram səhifəsini və nömrəsini qeyd eləyəcəyik. Siz oradan da Aygün xanımla əlaqə saxlaya bilərsiniz və dili öyrənmək üçün gec qalmayın. Belə bir deyim də var ki, nə qədər dil bilirsənsə, o qədər insanı özündə daşıyırsan. Bəli, elədir. Çünki yeni dil öyrənəndə o ölkənin mədəniyyətini öyrənmiş olursan. Çünki onun adət-ənənələrini, mətbəxini, mədəniyyətini, tarixini, abidələrini, həyat tərzini öyrənmiş olursunuz. Məsələn, Çin dili öyrənəndə bütün Çinin bütün tarixini, orada abidələri öyrənmiş olursunuz. Koreya dilini öyrənəndə özünüz bilirsiniz, gənclərin Koreya dilinə marağı hardan gəlir? Aktyorlardan, müğənnilərdən, aktrisalardan. Koreyana hamısı gedir, səyahət edir, abidələri, yeməkləri, cizgi filmlər. Yəni ki, bir dili öyrənmək, düz deyirsiniz, bir dil bir insandır, iki dil iki insandır, üç dil üç insandır. Nə qədər yeni dillər öyrənirsiniz, o qədər dünya görüşü genişlənir. Mən buradan bütün onsuz da gənclərimiz zaten dil öyrənməlidir, nəinki məsləhət görmək, yəni ki, bu vacibdir, öyrənməlidir, yəni bu məsləhət deyildir. Müasir zamanda ümumiyyətlə dil bilmək çox vacibdir. İşgüzar insanlara isə mən çox görürəm, konfranslara qoşuluruq, ingilis dilli konfranslara. Oradakı insanların 80% ingilis dilli, kimsə səhnədə danışırsa ingilis dilini anlamadığını, mən 10 il ingilis dili müəlliməsi olaraq auditoriyaya baxanda kimin ingilis dilində başa düşdüyünü, başa düşmədiyini anlayıram. Bəziləri bəzən qulaqçıq götürmür, ehtiyac olmadığını zənn eləyir. Bəziləri isə qulaqçıq götürür. Onlar bilirlər ki, ingilis dilini bilmirlər və bilirlər ki, ehtiyac var qulaqçığa.
Və mən hər bir iş adamına məsləhət görürəm ki, ingilis dilini öyrənsinlər. Çünki Məncə də özləri mütləqdir. də xaricə gedirlər konfranslara, beynəlxalq səfərlərə. İngilis dili konfranslar da bizdə olur. İngilis dilini bilməmək ayıb deyil, amma öyrənməmək ayıbdır məncə. İngilis dilini vaxtında inkişaf etdirmək lazımdır. Çünki ingilis dilini bilməyib, ingilis dilini bilirmiş kimi özünü göstərənlər inanın ki, bunu uzaqdan hiss olunur. Xüsusən mən hiss edirəm. 10 il ingilis dili müəlliməsi olaraq bunu mən hiss edirəm. Yəqin ki, siz də hiss edirsiniz. Təbii ki. Ona görə mən dostlarıma məsləhət görürəm ki, ingilis dilini öyrənmək üçün vaxt problem deyil. Kursa gələ bilmirlərsə, onlayn dərs olar və yaxud əyani dərs istəyirlərsə, ofislərdə müəllim göndərə bilərəm. Bizim çox o biznes klublarda çox dostlarımız var ki, ingilis dili üçün bizə müraciət edir. Nə gözəl. Bəziləri vaxt darlığını deyir, amma məncə insan istədiyi hər şeyə vaxt ayıra bilər. Bəli, bəli. Mən məsələn dünəndən ispan dilinə başlamışam özüm. Çox sağ ol. Özüm başlamışam, amma mən özümə söz vermişəm ki, ilin sonuna qədər ən azından ilkin səviyyədə beginner kimi, starter kimi mən bu dili bilməliyəm və insan öz üzərində işlədikcə fərqi yoxdur. Qadın, kişi, uşaq, böyük fərqi yoxdur. Yəni insan öz üzərində işlədikcə, özünə yatırım elədikcə onun motivasiyası, həyat eşqi, işləmək həvəsi daha da çoxalır. Beyin də gəncləşir, cavanlaşır. Elmi sübut olunub ki, dil öyrənmək yaddaşı gücləndirir. Ona görə də mən bəylərimizə də, xanımlarımıza da məsləhət görürəm ki, bəylərimiz ingilis dilini biləndə, ingilis dilini başa düşəndə daha yaraşıqlı görsənir. Daha cəlbedici olurlar. Xanımlar da ingilis dilini biləndə daha müasir və daha gözəl görünür. Belə deyim ki, həvəs yaransın. Amma həqiqətən bu cümlələri araşdırsaq, onların altında yatan psixoloji səbəblərə görə xarici dil bilən insanların bir başqa enerjisi, bir başqa şarmı olur. Bəli. Yəni biz özümüz haqqında demirik əslində, amma demiş kimi Məsələn, xarakterli dedim. Bəli, bəli. Yox, lazımdır. Mənə elə gəlir ki, həqiqətən də bilmirəm, bəlkə də biz bu dili bildiyimiz üçün bizə rahat gəlir, amma mənə elə gəlir ki, İngilis dili dünyanın ən asan dilidir. İngilis dilini bildikdən sonra alman və ispan dilini çox rahat öyrənə bilərlər. Çətin dil, məsələn, Çin və Koreya dili çətin dil adlanır, amma gənclərimiz maşallah o qədər həvəslidir ki, Çin və Koreya dilini çox gözəl öyrənirlər. Belə deyim, orada qalır rus dili. Rus dilində əgər kiminsə işi üçün lazımdırsa, həvəsi varsa, öyrənə bilər. Yəni vacibliyi varsa öyrənə bilər. Əlbəttə ki, bu hobbi olaraq öyrənilən bir dil deyil rus dili. Hobbi olaraq adətən ingilis, ispan, Çin, Koreya dilini öyrənərlər. Amma rus dilinə də həvəs, belə deyim də, maraqları varsa rus dilini öyrənə bilərlər. Amma rus dilini müəyyən yaşdan sonra öyrənmək çətindir. O fakt sübut edir ki, 10 illik kurs işlədən bir insan olaraq deyə bilərəm ki, çox insan rus dilini tam öyrənməyə müvəffəq olmur. Çünki çox çətin dildir. Çox sağ ol Aygün. Çox təşəkkür edirəm. İşiniz haqqında çox geniş məlumat verdik və mənə elə gəlir izləyicilərimiz üçün də maraqlı olacaq və bundan sonra dil öyrənməyi geri plana deyil, daha ön plana salacaqlar. İndi isə gəl biraz qadın olmaqdan danışaq. Qadın olmaq asandır, yoxsa sahibkar qadın olmaq? Belə deyim də, sahibkar qadın olmaqla qadın olmaq arasında demək olar ki, o qədər də fərqi yoxdur. Çünki hər ikisi hissləri ilə, emosiyaları ilə mübarizə aparır, istər evdə, istər çöldə. Və hər ikisi gözəl görünməlidir, hər ikisi belə deyim də, güləriz olmalıdır. Hər ikisi anlayan olmalıdır. Sahibkar xanım işdə, ofisdə işçilərini başa düşməli, anlamalı, onun qayğısına qalmalıdır. Evdar xanım da uşaqları da evdə başa düşməli, qayğısına qalmalı. Demək olar ki, o qədər də fərqi yoxdur. Sadəcə sahibkar xanımlar daha göz önündə görünür. Nəyə görə? Bu kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin köməyi ilə. Amma maşallah hal-hazırda da evdar xanımlar da Instagramda, TikTokda öz səhifələrini idarə eləməkdən əslində onlar da müəyyən qədər görünürlülük qazanıb. Ona görə mən deyərdim, qadın olmaqla sahibkar xanım olmaq arasında məsuliyyət baxımından o qədər də böyük fərq yoxdur. Nəyə görə belə deyirəm? Bir nüans var ki, bir xanım həm ailəsi varsa, orada yoldaşı, uşaqları, evin məsuliyyəti varsa və sahibkar bir xanımdırsa, əlbəttə ki, o deməkdir ki, o işlərini çatdırmaq üçün gec yatır və səhər tez durur. Amma bu haqda mən çox geniş danışa bilməyəcəm. Çünki özünüz bilirsiniz ki, mən subayam. Bəli. Ailə və uşaq yoxdur. Ona görə də bütün vaxtım özümə qalır. Ona görə də bunun çətinliyi ilə bağlı çox danışa bilməyəcəm.
Bəs Aygün olaraq siz özünüzü necə xoşbəxt hiss eləyirsiniz? Aygün həyatın hər anında özünü xoşbəxt hiss eləyir. Çünki Aha. mən özümü həyata maraq qatan fərd olaraq görürəm. Yəni həyata marağı kimlər qatır? Məsələn, biz gedirik teatra. Kimi izləyirik? Aktyorları. Deməli, onlar həmin anda həyata maraq qatıblar, rejissor və aktyorlar. Məsələn, biz rəsm əsərinə baxırıq. Deməli, o anda həyata kim maraq qatıb? Həmin rəssam. Tutaq ki, biz hal-hazırda buradayıq. Həyata marağı burada ikimiz qatırıq da. Siz podkast sahibi kimi, mən bir qonaq kimi. Və yaxud mənim kursumda müəllimlərdir, kursdur, proqramdır, tələbədir, gəldi. Orada həyata marağı kim qatdı? Biz təşkilatçı olaraq biz qatdıq və iştirak edən tələbə də öz həyatda rəng qatdı, dil öyrəndi. Yəni öz həyatımızı maraqlı eləmək bizim əlimizdədir. Tək başına həyat xoşbəxtlikdən və yaxud maraqlılıqdan ibarət deyil. Hər zaman maraqlılığını biz yaradırıq. Nəsə xoşumuza gəlmirsə dəyişirik onu. Gördüyünüz kimi həmişə rəngli geyinirəm. Bəli. Çox nadir hallarda məni boz və tünd tonlarda görərsiniz. Çünki mənə görə bu monotondur, mənə görə bu sıxıcıdır. Bəziləri qaranın asilliyini vurğulayır. Qara həmişə asil rəngdir, gözəl rəngdir, amma məncə rəngli tonlardan istifadə edib, xüsusən qış aylarında əhval-ruhiyyəmizi həmişə qaldırmalıyıq. Bəli. Yəni xoşbəxtlik belə deyimdə insan bütün günü xoşbəxt ola bilməlidir. O dəliliyi əlamətidir. Psixoloji baxımdan. Amma kiçik şeylərdən xoşbəxt olmağa bacım. Harmoniyanı qorumaq lazımdır həyatımızda. Yəni işdirsə istirahətə vaxt ayırmaq, istirahətdirsə işə vaxt ayırmaq. Yəni biraz kitab oxumaq, biraz teatra getmək, biraz musiqi dinləmək, biraz yaradıcılıqla məşğul olmaq, biraz özünə vaxt ayırmaq, biraz dostlarla vaxt ayırmaq, səyahət eləmək və bunlar hamısı həyata maraq qatan anlardan ibarətdir. Bəs Aygün nədən güc alır? Aygün nədənsə güc almır. Adətən Aygündən güc alırlar. Aygün də özündən güc alır. Çünki mənə görə mən müstəqilliyi xoşlayıram. İnsanlara, məkanlara, zamana, əşyalara, hadisələrə bağlılığı xoşlamıram. Ona görə də nədənsə güc almaq yox, nəsə məni ani olaraq motivasiya eləyə bilər. Tutaq ki, 25 oktyabrda forum keçirdik. Forumdan evə qayıdanda spikerlərin, tərəfdaşların, iştirakçıların gözəl mesajlarını aldıq. Ani olaraq motivasiya olmaq olar. Və yaxud hansı bir tələbə gözəl bir səs göndərdi bizə ki, nə gözəl müəllim dərslə bağlı. Ani olaraq motivasiya olmuş ola bilərik. Yaxud bir kitab oxuduq, ilhamlandıq, səyahət elədik, ilhamlandıq. Məsələn, gözəl bir günəşli gündə dənizin rənginə baxdıq, günəşə baxdıq. Hər hansısa bir gözəl xanım gəldi, onun geyimi, duruşu, ondan ilhamlandıq. Yəni ani olaraq estetik zövq ala bilərik. Amma güc almaq, yəni böyük bir ifadədir. Adətən çalışıram ki, ətrafımdakılara güc verim. Çünki inanıram ki, bu məndə alınır. Həm özümdən motivasiya ola bilərəm, həm də başqalarını motivasiya edə bilərəm. Kimdən və nədən güc alır deyəndə, yəni yalnız özümdən güc ala bilərəm, yalnız özümü motivasiya edə bilərəm. Yəni bütün güc mənbələrim də özümdür. Yəni belə deyim də, özümün dünyasıdır, özümün beynidir, öz beynimdə qurduğum belə deyim. Yəqin ki, podkasta baxan mənə şizofren diaqnozu qoymaz. Amma yenə də deyirəm ki, yəni mən əgər hər hansı bir mənzərəyə baxıb ilhamlanıramsa, bu mənim özümün beynimin gücüdür ki, mən o gözəlliyi görürəm. Və yaxud ola bilər ki, hər hansı bir kitabı oxuyuramsa, ilhamlanıramsa, nəsə bir ideya ağlıma gəlirsə, məncə bu mənim yenə də özümün və beynimin gücüdür, fərqindəliyimin gücüdür. Yenə də bütün güclər gəlir özümdə toplanır. Ona görə də nədən güc alır deyəndə, yəni özümdən güc alıram. Başqa bir gücünüz hər zaman çox olsun. Çox sağ olun. Etiraf etsəm özümdən güc alıram. Hə, ola bilər. Yəni insanlar fərqlidir. Bəlkə də bilmirəm. Mən də subay olsaydım elə cavab verərdim, amma mənim indi Düz deyirsiniz. Bəziləri mənim yanımda olsaydı, belə deyim də, pafoslu cümlələrdən istifadə eləyərdi. Düzdür. Biz necədir? Hər bir insana sual vermək lazımdır ki, elə bizi dinləyənlərə də sual verək. Burada dayandırıb YouTube'da izləyəcək də bizə. Bəli, YouTube'da izləyəcək. Burada dayandırıb suala cavab verib yenidən qayıdıb bizi dinləyə bilər. Hər səhər sizi yuxudan oyadan səbəb nədir? Bax, onu tapmaq lazımdır. Çox qəşəngdir. Bunu belə xüsusilə vurğulayaraq, hətta altda da yazarıq. O insanlar bir çünki, saniyəlik də olsa düşünsünlər. Baxın, hər səhər sizi yuxudan oyadan səbəb nədirsə, siz gücü ondan alırsınız.
Yəni hər səhər məni yuxudan oyadan mənim məqsədlərimdir. Yenə də özümə qayıdıram. Yenə mənim planlarım, mənim məqsədim, yenə də mən özümə qayıdıram. Yenə də hər şeyi quran, planlayan öz həyatımda mən olduğuma görə yenə də özümə qayıdıram. Hər səhər də məni yuxudan oyadan məqsədlərim, planlarım, ola bilər 3 günlük plan olsun, 3 illik plan olsun, ola bilər 30 illik də plan ola bilər. Yəni hər səhər məni yuxudan oyadan özümə verdiyim sözlərdir. Bəli. Mən bilirəm ki, bu əkizlər burcunun da bir xassiyyətidir. Bəli. Özünə verdiyi sözü hər kəsə verdiyi sözdən daha üstün tutur. Bəli, özümüzə verdiyimiz sözlər bizi motivasiya edir. Hə. Belə deyək də, insana güc verən nüanslardan biri onun özünə verdiyi sözlərdir. Bəli, bəli. Çox razıyam bundan. Bəs yaxşı, Aygün necə dostdur? Çox mükəmməl dostam. Yəni Aygün bir sözlə mükəmməllik abidəsidir. Belə deyək də, mən necə dost, indi belə bir cavab verə bilərdim. Mən əkiz olduğuma görə 3-4 cavab verə bilərəm. Deyə bilərəm, bunu mənim dostlarımdan soruşun. Soruşa bilərsiniz. Dostlarımı bir dəvət edib bura soruşa bilərsiniz. Siz adlarını deyərsiniz, biz növbəti dəfə onları dəvət edərik. Dəvət eləyə bilərsiniz. Amma mən özümü çox gözəl dost hesab edirəm. Nəyə görə? Çünki belə deyək də, dost sözü çox geniş məfhumdur, ciddi məfhumdur. İnsanlar bəzən 3 ayda tanıdığı birinə dost deyir. Amma bu belə bir şey deyil də. Dostluq illərə dayanır. Dostluqda 4 fəsli yaşamalıdır insan. Mən elə gəlir ki, dostluqda 4 fəsil yaşanmalıdır. Yəni ondan səyahətə də çıxmalısan, birlikdə xoşbəxt olmalısan, birlikdə hansısa bir neqativ halı da yaşamalısan, birlikdə əsəbləşməlisiniz, birlikdə gülməlisiniz, birlikdə ağlamalısınız, birlikdə ac qalmalısınız, birlikdə tox olmalısınız. Yəni birlikdə çox o nüansları birlikdə paylaşmağı bacarmalısınız ki, siz biləsiniz ki, bu insan hansı sferalardır. Mən elə gəlir ki, mən bütün sferalarda çalışıram ki, o balansı qoruyum. Ola bilər bəzən hansı dostum bəlkə bura dəvət eləsəz, mənim arxamca yox, əslində dediyi kimi deyil, bilirsiniz necədir, amma əslində yəni çalışıram ki, özüylə dostluq etməyi bacaran hər kəslə dostluq eləməyi bacarır. Yəni bayaq podkastda da dinləyən insanlar artıq əmin olub ki, mən özümlə necə dostluq edirəm. Mən özümlə necə dostluq edirəm, ətrafdakı dostlarla da o cür dostluq edirəm. Dostluq eləmək məni yormur, çünki ətrafımdakı dostların sayı azdır, çox deyil. Ona görə sevgimi yüzlərlə şəxsə paylamadığıma görə, belə 3-4 nəfərə payladığıma görə mənim üçün rahat olur dost olmaq. Yəni ki, mən hər kəslə səmimi, hər kəslə dost münasibətdə deyiləm. Hər kəs, əksər insanlarla işgüzar münasibətdəyəm. Çox nadir hallarda kimsə yaxın buraxıram və yaxud evimə buraxıram və yaxud hər şeyi paylaşıram. O baxımdan bir insanın ətrafında az insan varsa və onlarla uzun ömürlü münasibətə malikdirsə, deməli o yaxşı bir insandır. Mənim də ətrafımda çox uzun ömürlü münasibətə malik olduğum insanlar var. Elə bu onu sübut edir ki, demək ki, dostluğu qoruyub saxlaya bilirəm. Nə gözəl. Bəs yaxşı, Aygünün həyatı bir hekayə olsaydı və ona bir kitab yazsaydı, adı nə olardı? Düzü bunu fikirləşməmişəm. Fikirləşsəm də demərəm axırda burada. Yəni məndən əvvəl yazıb qoysunlar. Amma yəni mənim həyatımdan kitab da çıxar, kino da çıxar, Netflix filmi də çıxar. Yəni məncə çıxar. Maraqlı olar. Yəni biz forumlarda çox görmüşük, bəzi insanlar həyat hekayələri barədə danışır. Yəni inanın ki, hansı bir həyat hekayəsi çox nadir hallarda məni təsirləndirir. Çünki mən həyatımı 34 yaşıma kimi dolu-dolu yaşamışam. Düşməklər, qalxmaqlar, enişlər, yoxuşlar. Yəni elə situasiyalar olub ki, hətta bəzi situasiyaları mən bu yaşımda, 20-li yaşda təkrarladığım şeyi bu yaşımda təkrarlaya bilmərəm. Yəni o cəsarət məndə olmayacaq indi. Yəni ona görə çox maraqlı bir dövr olub. Çox belə deyim də, maraqlı material çıxar oradan. Yaxşı bir kitab yox, bir cild olar. 2-3 cild olar. Bəlkə bir film olar, bir sənədli film olar, bir bəlkə fantastik film də ola bilər, bəlkə bilmək olmaz. Yəni bu aslında bizim yaradıcılığımızdan asılıdır. Bu da bizim faydalı olmağımızdan asılıdır. Məncə o kitab nə vaxt yazılacaqsa, o film nə vaxt çəkiləcəksə bilmirəm. Hal-hazırda o materialın sadəcə 10-15% hazırdır. Yəni hələ yaşayıb edəcəyimiz işlər çoxdur. Ümumiyyətlə belə bir fikriniz var idimi? Çoxdan. Çoxdan var. O da yenə deyirəm də, çox illik planlara girir. Yox, çox illik planlara daxildir.
İnşallah. Ona görə düşünürəm ki, məncə hər bir insan unikaldır, hər bir insanın hekayəsi var. Bəli, elə Amma də. sənin hekayən o zaman maraqlı olur ki, sən o hekayədə çox insanların həyatına toxunmusan, çox insanlara faydalı olmusan və elə işlər görmüsən ki, sən dünyada artıq olmayanda da o sistem davam eləyəcək, o faydalılığın davam eləyəcək. Nəyinsə başlanğıcını, nəyinsə əsasını qoymusan. Və sən ölsən belə sənin ideyan fikirlərin, işlərin davam eləyəcək. Bəs yaxşı, Aygünün indiyə qədər demək istəyib, deyə bilmədiyi və yaxud da ki, görmək istəyib amma görə bilmədiyi nəsə varmı? Harda? Fərqi yoxdur ümumiyyətlə həyatında. Mənim həyatımda, Bəli, özünün. ölkəmizdə, Yox, yoxsa özün. dünyada? Yox, özündə. Hə, bizim var, əlbəttə ki, həyatımda daha çox belə deyim, özündən əmin insanlar görmək istəyərdim. Özünə hörmət edən insanlar çox görmək Yox, istəyərdim. sənin həyatda özün üçün demək istəyib, deyə bilmədiyin, özün üçün eləmək istəyib amma eləyə bilmədiyin. Əlbəttə ki, çox var. Bəzən zaman darlığından, bəzən başqa resursların məhdudluğuna görə bəzi işlərimizi görə bilmirik. Özümüzə şəxsi də ola bilər, işimizdən də bağlı ola bilər, amma o deməkdir ki, onun vaxtı hələ gəlməyib. Bəlkə biz ona hazır deyilik, ona doğru gedirik. Məncə hər şeyin bir zamanı var. Sadəcə biz özümüzü o qədər inkişaf elətdirməliyik ki, o bizə doğru gələndə biz hazır olaq onu qəbul eləməyə. Məsələn, işlə bağlı çox layihələr var, şəxsi həyatla bağlı çox planlar var. Amma məncə ona doğru gedirsən, məncə vaxt artıq belə deyim, zaman məfhumu filan yaşda filan şey olmalıdır, 40 yaşda filan şey olmalıdır, 50 yaşda filan şey olmalıdır, 25-də artıq bu olmalı idi deyə belə nüanslar artıq yoxdur. Biz 2025-dəyik. Elm, texnika o qədər inkişaf eləyib ki, biz bəlkə də o 30 yaş üzəri elm texnikanın sürətinə o qədər də çata bilmirik. 20'li yaşlılar daha yaxşı çatır. Məsələn, süni intellektdən daha yaxşı istifadə edir onlar, nəinki biz. Amma mənə elə gəlir ki, öz həyatımda görmək istədiyim, görə bilmədiyim bəzi şeylər insanı daha da ruhlandırır ki, özünü inkişaf elətdir, öz üzərində işlə və nəhayət onları öz həyatında gör. Əla. Biz yaxşı, bir Azərbaycan xanımı olaraq Azərbaycan xanımlarına nə demək istəyərdin? Biz Azərbaycan xanımı olaraq bütün Azərbaycan xanımlarına demək istəyərdim ki, siz dünyanın ən gözəl, ən incə, ən qayğıkeş xanımlarısınız. Ona görə də özünüzdən kifayət qədər əmin olun. Müxtəlif əməliyyatlara o qədər də ehtiyac yoxdur. Sizi gözəlləşdirən sizin qayğıkeş, mədəni və belə deyim də intellektual inkişafınızdır. Hal-hazırda çox xanım bilirsiniz ki, öz üzərində çox dəyişiklik eləyir. Bu da onları unikal olmaqdan yayındırır. Artıq mən də tədbirlərdə çox xanımı bir-birinə bənzədirəm və eyni saçlar, eyni makyaj, eyni geyim onları unikallıqdan uzaqlaşdırır və artıq özləri olmurlar. Hansısa bir rola girmiş olurlar və bu onları bezdirir, özünə inamsızlığı gətirir, belə deyim də özünə hörmət azalır, onları manipulyasiya eləməyə rahatlaşır və bu da onların həyatını yaxşı yerlərə aparıb çıxartmır. Ona görə mən xanımlara deyirəm ki, bizim xanımlar qayğıkeş olmasıyla zaten dünyada belə deyim də ən xanım xatın, qayğıkeş, tərbiyəli bir xanım kimi tanınırlar zaten. Ona görə onların həddindən artıq plastik əməliyyatlara ehtiyacı yoxdur deyə düşünürəm. Və bu da müxtəlif xəstəliklərə aparır çıxardır. Yəni sosial şəbəkələrdə artıq görürsünüz. Sadəcə düzgün qidalanma, qida əlavələrindən istifadə etmək, idman, öz üzərində işləmək, ürəyimizi və beynimizi təmiz saxlamaq lazımdır. Yəni beynimizdən də, ürəyimizdən də lazımsız məlumatları, lazımsız hissləri, bizə zərər verən hissləri çıxartmaq lazımdır. Beynimizdəki parazitləri də öldürmək lazımdır. Ürəyimizdəki neqativ fikirləri də öldürmək lazımdır. Neqativ fikirlər nədir? Paxıllıq, qeybət, kimisə gözü götürməmək, kiməsə yuxarıdan aşağı baxmaq, bunlar hamısı ürəyimizin parazitləridir. Beynimizin parazitləri də nədir? Eləməzsən, bacarmarsan, səndə alınmaz, səndə bu resurs yoxdur, falan sözlərdir. Bu parazitlər də beynimizdən təmizləsək, məncə bizim xanımların əlavə heç bir əməliyyata ehtiyacı yoxdur. Onlar zaten evdə uşaqları tərəfindən, yoldaşları tərəfindən sevilirlər, diqqət görürlər və inanın ki, əgər özünüzə qarşı diqqət hiss eləmirsinizsə, bu o deməkdir ki, bu sizin xarici görünüşdən əlaqədir.
Bu sizin davranışınızla, özünüzə olan davranışınızla, özünüzə olan hisslərinizlə əlaqəli bir şeydir. Yəni bir xanım özünə dəyər verirsə, özünü gözəl görürsə, öz işlərini bəyənirsə, öz gördüyü yeməkdən belə zövq alırsa, məncə o xanım evdə diqqətdən kənarda qalmır. Yəni özünə diqqət istəyən xanımın plastik əməliyyatlara ehtiyacı yoxdur, maariflənməyə ehtiyacı var, öyrənməyə ehtiyacı var, daxili dünyasını inkişaf etdirməyə ehtiyacı var və intellektual insanlar da üzünə baxanda intellektual insanların intellektual olduğu zaten bilinir. Ona görə də mən xanımlara tövsiyə edirəm, sadəcə özünüzə inanın, özünüzə güvənin və parazit fikirlərdən uzaq olun. Zaten parazit fikirləri ilə həyatınızda olan insanlardan uzaqlaşsanız, bu işin yarısını görmüş olursunuz. Çox sağ ol Aygün, çox təşəkkür edirəm sizə. Çox qəşəng, sonda çox gözəl bir söz dedin ki, özünü sevsin, özünə dəyər verən xanımlar artıq onlar özlərini diqqət mərkəzində hiss edəcəklər. Doğrudan da elədir. İnsan birinci özünə dəyər verməlidir, özünü sevməlidir. Özünə dəyər verib sevdikcə qarşı o hər bir hiss paylaşdıqca daha da çoxalır. Sən onu özünə qarşı hiss eləməsən, sən özünü cəmiyyətdə və yaxud da ki, düşdüyün ortamda fərqi yoxdur. Sinif yoldaşları arasında, qrup yoldaşları və yaxud da ki, hər hansı bir ortama düşəndə, sən əgər özünə dəyər verməsən, istər-istəməz sıxılmış hesab edəcəksən özünü, istər-istəməz özünü hər hansı bir əskik tərəfini görəcəksən. Əslində bu belə deyil. Və onu çox gözəl vurğuladın. Çox təşəkkür edirəm. Yəni bizim də elə beynəlxalq qadınlar platforması olaraq əsas məqsədimiz bundan ibarətdir. Xanımların şəxsi inkişafı, özlərinə olan güvəninin artması, daha da geniş auditoriyaya çıxışları və siz özünüzü burada bugün o qədər gözəl ifadə elədiniz ki, mən əlavə bir söz deməyə və yaxud da ki, sual verməyə, sualdan sual yaranacaqdı, amma o sualları sanki cavablarını, daha doğrusu mənim suallarımı hiss edirmiş kimi o cavabları özünüz verdiniz. Çox təşəkkür edirəm buna görə də. Mən ümid edirəm ki, bizim bu podkastlarında ardı gələcək sizin o xanımlar, o dostlarınızı dedikləriniz. Onlar da biz dostlarımı bura çağırın. Onlar mənim haqqımda nə deyir? Bəli, dəvət eləyəcək. Onların da fikirlərini öyrənərik. Həm qadın olaraq, həm təbii ki, iş sahəsində olaraq bizə maraqlıdır və dediyim kimi qadınların bu kamera ki vardır, bu toy ki var, amma bu kamera ki var, insanın özgüvənini mənə elə gəlir ki, çox-çox özünə qaytarır. Özgüvənli insanın özgüvənini özünə qaytarır. Özgüvənsiz insanın özgüvənsizliyini daha da artırır. Ona görə mən xanımlara məsləhət görürəm ki, əgər kamera qarşısında bir problem yaşayırsınızsa, auditoriya qarşısında çıxış eləməklə bağlı bir problem yaşayırsınızsa, bunun üstünə gedin və ilk işiniz elə bu podkastda olsun. Çünki Dilşad xanımla bu ortamda, bu məkanda Dilşad xanımla bu kamera qorxusunu demək olar ki, yenəcəksiniz. Çünki belə deyək də özgüvəni inkişaf etdirmək üçün onun üzərində işləmək lazımdır. Əgər kamera qorxunuz və yaxud publika qarşısına çıxış eləmək qorxusu varsa, elə ilk işiniz, bəlkə də bu YouTube proqramı dinlədikdən sonra ilk işiniz elə Dilşad xanıma müraciət eləmək, öz hekayənizi ona danışmaq və bu kamera qorxusunu yenmək olacaq. Mənə elə gəlir ki, biz birlikdə xanımlar üçün çox dəstək olacağıq, onlar üçün əlimizdən gələni də eləyirik və dediyim kimi biz burada sadəcə danışmırıq, milyonlarla xanıma bəlkə də sizin çıxışlarınız, bizim bu çıxışlarımız, bizim dediklərimiz bir toxum olacaq, bir cücərtə olacaq. Mütləq ki, evdə oturan xanımlar da bəlkə də oradan nəsə götürəcəklər, cücərəcək onların beynində. Biz toxumları səpirik, amma kimdə nə zaman yetişəcək o bəlli deyil. Çünki hər kəsin özünün yetişmə qabiliyyəti var. Dediyin kimi biz özümüz də asan yolla gəlməmişik bura. Düzdür, məktəbdə, universitetdə hər hansı bir xasiyyətinlə, liderliyinlə adam seçilir, amma o ki pillələr var. Pillə, addım-addım gəlir, insan bu səviyyəyə çatır. Bəlkə də baxanlardan, izləyənlərdən deyər ki, bəlkə də sizin yerinizdə olsaydıq, yox, bizim yerimizdə olmaq üçün əmək vermək lazımdır. İş görmək lazımdır, çabalamaq lazımdır, əziyyət çəkmək lazımdır, zəhmət çəkmək lazımdır. Bəzən olur ki, xanımlar saat 11-də məsəl üçün deyirəm, yatanda biz həmin zaman yatmırıq. Biz nəyəsə üzərində işləyirik, nəyəsə. Ola bilər ki, səhərsi gün tədbirimiz var. Biz gecə 1-ə, 2-yə kimi həmin tədbir məkanında dayanıb tədbiri zalı hazırlayırıq, səhnəni hazırlayırıq, foyeni hazırlayırıq. Elə 25 tədbir oldu. 24-ü biz oradan yəqin ki 1-də çıxmışdıq həmin məkandan və səhər də təsəvvür edin ki, 9-da biz səhər gecə 1-də çıxdığımız məkandan səhər 9-da həmin məkandaydıq. Artıq
geyinmiş, tam bəzənmiş, qaydasında. düzəlmiş qaydada. Bəli. Yəni gələn insanlar bizi sadəcə o geyinilmiş, bəzənmiş, düzəlmiş halda görür. Bəli, Amma bəli. biz Instagramda, sosial şəbəkələrdə hər halımızı paylaşırıq. Artıq hiss elədilər ki, kompleksiz bir insan olduğuma görə hər halımı paylaşdım ki, mən sosial şəbəkədə baxın, biz bunu gecədən bu cür düzəltdik. Bu masanı belə elədik, səhnəni belə elədik, foyeni belə elədik, idman geyimindəyik, saçlarımız yığmışıq arxadan. Yəni biz mən onlara anlatmağa çalışıram ki, heç nə birdən-birə olmur. Bəli, hər iş zəhmət tələb edir. Hətta dostluğun özü belə zəhmət tələb edir, sevginin özü belə zəhmət tələb edir. Gözəl insan olmağın özü belə zəhmət tələb edir. Zəhmət çəkmədən heç kəs onun bəhrəsini görə bilmir. Çox sağ ol Aygün, çox təşəkkür edirəm. Çox xoş oldu və mən əminəm ki, yəni ümid edirəm deyil, əminəm ki, bu danışıq, bu podkastı dinləyənlər, izləyənlər özlərinə bir örnək götürəcəklər və İnşallah ki, öz güvənləri yerinə gələcək, hətta daha da artacaq və qadın olaraq məncə qadın dünyanı dəyişən bir çox böyük bir qüvvədir. Qadın dünyanı yaradan, idarə edən və dəyişən bir qüvvədir. Mən həmişə deyirəm ki, Allahdan sonra ikinci yaradan bir məxluq varsa, o da qadın cinsidir və biz qadın olaraq əgər dünyaya yeni bir insan gətirə biliriksə, bizim əlimizdən gəlməyən heç bir şey ola bilməz. Bəli. Çox sağ ol Aygün. Çox sağ olun. Təşəkkür edirəm. Öpürəm. Sağ ol. Sağ olun. Sağ olun.